Salam dostlar. Bugün sizə yuxuda xəmir görmək və onun müxtəlif yozmaları haqqında danışacaq. Xəmir, həyatımızın bir çox sahəsində istifadə etdiyimiz bir qidadır və yuxularımızda da tez-tez rast gəlinən simvollardan biridir. Bəs görəsən yuxuda xəmir görmək nələrə işarə edir? Hansı gizli mənaları özündə daşıyır? Bu sualların cavabını birlikdə araşdıracaq. Videonu sona qədər izləyin və kanalımıza abunə olmağı unutmayın. Yuxuda xəmir görmək ümumiyyətlə bolluq və bərəkətə işarə edir. Xəmir, özündə həyatın davamlılığını, bərəkətini və bolluğunu simvolizə edir. Əgər yuxunuzda xəmir gördünüzsə, bu yaxın zamanda maddi vəziyyətinizin yaxşılaşacağına və həyatınızın bolluq içində keçəcəyinə işarə ola bilər. Xüsusilə də gördüyünüz xəmir ağ, təmiz və qabarmışsa, bu daha da böyük bir bərəkətin və bolluğun sizə doğru gəldiyinə dəlalət edir. Ancaq yuxunuzda gördüyünüz xəmir əgər qara, çirkli və ya xarab olmuşsa, bu maddi vəziyyətinizdə pisləşmələr ola biləcəyinə və ya həyatınızda bəzi çətinliklərlə qarşılaşa biləcəyinizə işarə edə bilər. Bu səbəbdən yuxunuzu bütün detalları ilə xatırlamağa və yozma edərkən bu detalları da nəzərə almağa çalışın. Yuxuda xəmir yeməyi görmək sağlamlıq və uzun ömürlülük anlamına gəlir. Xəmir özündə həyatın özü kimi enerji və qüvvət daşıyır. Əgər yuxunuzda xəmir yediyinizi gördünüzsə, bu sağlamlığınızın yerində olduğuna və uzun ömürlü olacağınıza işarə ola bilər. Xüsusilə də yediyiniz xəmir dadlı və ləzzətlidirsə, bu həyatınızın da bir o qədər dadlı və ləzzətli olacağına dəlalət edir. Ancaq yuxunuzda yediyiniz xəmir acı, turş və ya dadsızdırsa, bu sağlamlığınızla əlaqədar bəzi problemlərlə qarşılaşa biləcəyinizə və ya həyatınızda bəzi çətinliklərin ortaya çıxa biləcəyinə işarə edə bilər. Chapter 3. Yuxuda xəmir hazırlamaq, yeni layihələrə və işlərə başlamaq üçün əlverişli bir dövrə girəcəyinizə işarə edir. Xəmir yoğurmaq, yeni bir şeylər yaratmaq, əmək sərf edərək bir şeylər ortaya çıxarmaqla əlaqələndirilir. Əgər yuxunuzda xəmir hazırladığınızı gördünüzsə, bu, yaxın zamanda yeni bir işə başlayacağınıza, yeni bir layihəyə imza atacağınıza və ya həyatınızda yeni bir səhifə açacağınıza işarə ola bilər. Xüsusilə də hazırladığınız xəmir gözəl, hamar və qabarmışsa, bu, yeni başlayacağınız işlərinizin də bir o qədər uğurlu və bərəkətli olacağına dəlalət edir. Əksinə, əgər hazırladığınız xəmir yapışqan, quru və ya dağılırsa, bu, yeni başlayacağınız işlərdə bəzi çətinliklərlə qarşılaşa biləcəyinizə işarə edə bilər. Chapter 4. Yuxuda xəmir unu görmək, yaxın zamanda qarşınıza çıxacaq yeni imkanlara və şanslara işarə edir. Un, xəmirin əsas maddəsidir və xəmirin hazırlanması üçün vacibdir. Əgər yuxunuzda xəmir unu gördünüzsə, bu həyatınızda yeni imkanlar və şanslarla qarşılaşacağınıza işarə ola bilər. Bu imkanlar, yeni bir iş təklifi, yeni bir insanla tanış olmaq və ya yeni bir yerə səyahət etmək kimi müxtəlif formalarda özünü göstərə bilər. Əsas olan, bu imkanları görüb dəyərləndirmək və həyatınıza müsbət yöndə dəyişikliklər etmək üçün istifadə etməkdir. Ümid edirəm ki, bu yuxu yozmaları sizin üçün faydalı oldu. Unutmayın ki, yuxular hər zaman fərdi şəkildə yozulmalıdır. Yuxunuzda gördüyünüz digər detallar və həyatınızdakı mövcud vəziyyət də yuxunuzun yozulmasında təsirli ola bilər. Daha çox yuxu yozmaları və maraqlı məlumatlar üçün kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Həmçinin, yuxularınızla bağlı suallarınızı və ya yozulmasını istədiyiniz digər yuxularınızı bizimlə yorumlarda paylaşa bilərsiniz. Sağ olun dostlar. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın.